Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə yedikcə yeyəcəyiniz çox ləzzətli bir buğlama resepti təqdim edirəm. Keçirəm yeməyin hazırlanmasına. Deməli, bunun üçün əvvəlcə ərzaqları doğramaqla başlayıram. Bir böyük, bir də orta boy soğanı bu cür dairə formasında doğrayıram. Sonra 2 yaşıl biber və bir dənə də qırmızı biberi bu formada gördüyünüz şəkildə doğrayıram. Videomu bura qədər izləmişsinizsə, sizlərdən xahişim odur ki, kanalıma abunə olun, rəy yazın, bəyənin, paylaşın və bildirişləri də aktiv edin ki, mənə dəstək olasınız. Bu mənim üçün önəmlidir. Dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Biberləri doğradıqdan sonra bir böyük pomidoru da yarım dairə şəklində doğrayıram. Pomidor böyük olduğundan ona görə mən onu yarım dairə formasında doğradım və bir pomidor istifadə elədim. Əvvəlcə əti qazana əlavə edirəm, sonra onun üzərinə soğanları, doğradığım biberləri və pomidoru əlavə edib, duz, istiot zövqə görə onları da əlavə edib, qapağı bağlı şəkildə vam odda hardasa 3 saata yaxın bişirirəm. Onu da deyim ki, buğlamaya qəti şəkildə su əlavə edilmir. Və istəsəniz bura kərə yağı əlavə eləyə bilərsiniz. Əgər ət yağlıdırsa, ona da ehtiyac yoxdur. Mən əlavə etmədim. Çünki mənim istifadə elədiyim ət biraz yağlı olduğundan, yəni yağa ehtiyac olmadı. Və sonda pomidorları düzdükdən sonra üzərinə duz istiot əlavə edirəm və biraz cəfəri və reyhanı da çox xırda olmayacaq şəkildə doğrayıb üzərinə əlavə edib qapağını da örtüb 3 saat müddətinə vam ateşdə bişməyə qoyuram. Artıq yemək bişib, hazırdır. Baxın, görürsünüz nə qədər də özünün suyu çıxıb. Yəni 3 saat müddətində qaynamağına baxmayaraq və yetərincə də suyu var. Sizlər də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı, bildirişləri aktiv etməyi, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın, göz haqqınızı halal edin.